İnanc en büyük tehlike. Biraz sert giriş oldu. Sert giriş olmasının sebebi tarih boyu her zaman inanç, inançsızlıktan daha büyük zarar verir. Təsəvvürünüzdə indi hal-hazırda daşıdığınız inancın sizə hər hansı bir zarar verdiğini düşünmediğiniz için sözlerimi diğer bir Türkçemizle diyecek olursam ön yargıyla izleyirsiniz ki bu ne danışır? Ümumiyyətlə dünyaya her zaman şuursuz bir şekilde inanç hakim olduğu için ümumi olarak inanmağın təhlükəsindən bəhs edəcəm. Niye? İster İslamla əlaqəli olsun, ister Hristiyanlıqla əlaqəli olsun, ister Yahudiliklə əlaqəli olsun, fərq eləmir. İster fərdi olsun, yəni ister həyat yoldaşların bir-birinə olan inancı ilə əlaqəli olsun, ister valideynlərin uşaqlarına olan inancı olsun, ümumi olaraq inancdan bəhs edirəm. Sadəcə Tanrı və qul arasında olan ilişkidən bəhs edirəm, münasibətdən bəhs eləmirəm. Ümumi inancdan bəhs edirəm və bu inancın həm cəmiyyətə, həm fərdə ümumi olaraq nə qədər zərər verdiyi ilə əlaqəli. Bu milli mənada da, milli şuurda da olan inanc. Yəni hər şey buna daxil, hər şey. Yəni inancın zənn etdiyimiz qədərilə məsum bir şey olduğunu düşünmüyorum. Dağıdıcı qüvvəsi o qədər güclüdür ki, dünyada bununla paralel olabiləcək heç bir şey yok. Məsəl üçün, Hristiyanlar inanır ki, İsa Peyğəmbər bütün Hristiyanların, ona inananların günahını öz bədəni ilə, öz vücudu ilə ödəyib. Ona görə Hristiyanlar bu mənada bir günahsızlıq şuuru içərisində. Və bu günahsızlıq şuuru onlara, bax, inanç, günahsızlıq inancındadılar və tarix boyu istər öz aralarında, istər özləri kimi inanmayan digər xalqlarla nəyi var, ölümünə, hər cür vəhşilikləri göstərərək mübarizə apardılar. Çünki belə bu şəkildə inanırlar. Günahsızlıq hissi, günahsızlıq inancı onlara hər cür caniliyi eləməyə şərait yaradır. Çünki inanc verir və o inancın tarix boyu onlara qarşı gələnlərə də nə qədər zərər verdiyinin bir acı bir örneğidir. İslamda gerçek dinin özünün inandığı din olduğunu düşünür. Kur'an'dan da özüne göre mənalar çıxarır və ya oradakı əmrləri birə-bir uyguluyur. Ən çox da məzhəblərin, ən çox da hədislərin, işte nə bilim digər dini kitabların, rəhbər olaraq gördüyü kitabların mənimsəyib və deyir ki, bu insan kafir ilə öldürülməli. Bu insan kafirdir, bunun hər şeyi halaldır. Bu insan buna inanır və inandığı şeye elə bir hizmət edir ki, vurduğu zərərlərdən xəbərsiz. Çünki nəfsə xidmət edir əslində. Yahudilikdə, Yahudilər inanır ki, bütün insanlar onlara xidmət etmək üçün yaradılıb, düzdür? Yəni bütün xalqlar, bütün cəmiyyətlər